2009-cu ildə müəyyən edilmiş büdcə siyasəti, o xərclərə qənaət, o xərclərin strukturuna yenidən baxılması, cənab prezidentin sərəncamı ilə yenidən layihələrə diqqət edilməsi bir daha onu göstərdi ki, Azərbaycan böhran şəraitində çox düşünülmüş siyasət aparır. Yekunlaşdırıram fikrimi, demək istəyirəm ki, bu reytinqin verilməsi Azərbaycanda bir mənalı şəkildə aparılan iqtisadi siyasətin uğurla həyata keçirilməsinin məntiqi nəticəsidir. Mən bu rəqəmləri dedim, dünyada baxın nələr baş verir, hansı ölkələr, hansı çətinliklərlə üzləşirlər. Belə bir şəraitdə Azərbaycana yüksək reyting verilir. Bu reyting verilməsi onu demək göstərir ki, Azərbaycan borc alan ölkədən borc verən ölkəyə çevrilmişdir. Azərbaycanın kifayət qədər valyuta ehtiyatları var. Sami müəllim burada dedi ki, bu valyuta ehtiyatlarının da səmərəli idarə olunması. Bu adi məsələ deyil.